Sevinç Vaqif qızı yoxsa Gültəkin Hacıbəyli? Bugün bu haqda danışacağam və Azərbaycanda mən düşünürəm ki, ictimai siyasi gündəmi izləyən və bir qədər də ölkəmizdə baş verən proseslərə yaxından maraqlanan insanlar bu iki adı çox gözəl tanıyırlar və öncə mən başlamaq istəyirəm Sevinç Vaqif qızıdan. Sevinç Vaqif qızı 2023-cü ildə Abzas Media həbsləri başlanan vaxtı onların Abzas Medianın rəhbəri Ülvi həbs olunan zaman Sevinç Vaqif qızı ölkə xaricində idi. Amma o həbs ediləcəyini bilərək, bilə-bilə, yəni cəsarətli bir addım atıb ölkəyə qayıtmaqdan vaz keçmədi. Və o ölkəyə qayıdan kimi də hava limanındaca həbs olundu və hal-hazırda da siyasi məhbus həyatı yaşayır. Və qeyd edim ki, həm Ülvi, həm də Sevinç xanım ikisi də jurnalistika fəaliyyəti ilə məşğul idilər. Mən onların məhkəmə işi haqqında, onların bundan öncəki fəaliyyətləri haqqında danışmaq niyyətində deyiləm. Bugünkü müqayisəm mən niyə başlıqda Sevinç Vaqif qızı və Gültəkin Hacıbəyli kimi seçdim və indi diqqət edək Gültəkin Hacıbəyliyə. Gültəkin Hacıbəyli də özünü Azərbaycan siyasətinin önəmli aktorlarından biri kimi təqdim edir, özünü belə hesab edir və yaxud da ki, bu elə belədir kimə görə necə dəyərləndirilirsə, təbii ki, bu insanların özünün seçimidir artıq. Və Gültəkin Hacıbəyli isə bu günlərdə Ramiz Mehdiyev məsələsi ilə bağlı və Əli Kərimli prosesi ilə bağlı bildiyiniz kimi Əli Kərim də hal-hazırda həbsdədir və istintaqa cəlb olunmalı idi. O Türkiyədə olduğuna görə hələ ki o Azərbaycana gətirilməyib. Və özü də israrla Azərbaycana gəlməkdə maraqlı deyil. Əksinə biz onu sosial şəbəkədən izləyəndə və siz də əgər görməmisinizsə girib Gültəkin Hacıbəylinin də Facebook profilində baxa bilərsiniz və o israrla Azərbaycana qayıtmaqdan imtina edir. Türkiyədə 2 illik oturumunun olduğunu bildirir. Mən bu müqayisəni nəyə görə çəkirəm? Təbii ki, mənim heç bir ixtiyarım yoxdur. Mən və yaxud da digər bir insanım ki, biz kiməsə təzyiq edək və yaxud da ki, kiməsə təklif edək ki, gəl ölkəmizə səni də qoy həbs etsinlər. Bu bir qədər də etik çıxmır. Çünki ola bilər ki, Gültəkin Hacıbəyli Azərbaycana qayıdandan sonra həbs olunsun. Və bu kimisə həbs olunmasını arzulamaq və xüsusilə də bir siyasətçi kimi, bir siyasi fəal kimi mən özümə heç vaxt onu yaraşdırmıram. Amma mən burada iki önəmli məsələni önə çəkməyə çalışıram. Sevinç Vaqif qızı obrazı cəsarətli və özünü bütöv təsdiq etmiş bir insanın əksi idi artıq. Və Sevinç xanım bilə-bilərək ki, artıq onu həbsxana gözləyir, onu şərləmə prosesi gözləyir, yəni bunu necə istəyirsinizsə adlandıraq. O ölkəyə gəlməkdən vaz keçmədi. O dostlarını tək qoymaqdan vaz keçmədi. Bəli, Sevinç xanım ölkə xaricində rahat mühacir həyatı yaşaya bilərdi. İstənilən bir Avropa ölkələrin birində sığınacaq ala bilərdi. Çünki hal aşkar idi zaten. Amma o əksinə seçim etdi. Cəsarətli addım atdı, məğrur dayandı və ölkəyə gəldi. Ölkəyə gəldi, bir növdə meydan oxumuş oldu hazırki siyasi sistemə. Amma Gültəkin Hacıbəyli obrazı, Gültəkin Hacıbəyli, şəxsən mənə görə Gültəkin Hacıbəyli ümumiyyətlə, mən Gültəkin Hacıbəylini səmimi müxalifətçi hesab etmirəm. Yəni, müxalifətçi olmaq olar, müxalif pozisiyada dayanmaq olar hazırki iqtidarı. Məsələn, hazırki iqtidara təkcə səmimi insanlar müxalifət deyil ki, məsələn, elə bir zamanlar hökumətin özünün ən yaxın adamları olmuş, korrupsioner məmurlar olsun, onun yapın üzvləri olsun və s. və ilə axırı. Yəni, vəzifədən vurulandan sonra təbii ki, onların bir acıqlı davrana bilərlər, onların bir nifrəti, kini ola bilər iqtidara, prezidentə, onun ətrafına və onlar bu səbəblərdən dolayı hazırki iqtidara müxalif ola bilərlər. Yəni, müxalifət olmaq əksinə olmaq deməkdir. Amma bu yetirmi? Bu yetmir. Çünki təkrar edirəm, siz illərlə xalqın az qala qanunu sovurun, necə deyərlər, loro dildə desək, onun milyonlarını, milyardlarını uğurlayan, xalqın siyasətini pis günə qoyun, bu ölkənin siyasətini pis günə qoyun. Məsələn, mən nümunə gətirmirlər Ramiz Mehdiyevdən. Ramiz Mehdiyev Azərbaycan üçün hansı pis əməllər etməyib ki? Yəni, baxın, mən demirəm nə pis əməllər edib, nələr etməyib ki? Yəni, çünki insan mətbuata açıqlanan, açıqlanmayan o qədər zərər vurub ki, bu ölkəyə. Amma indi üzə çıxır ki, o elə müxalif imiş. Yəni, mənə görə Ramiz Mehdiyev İlham Əliyev hakimiyyətinə, Yeni Azərbaycan Partiyası iqtidarına nə qədər müxalifdirsə,
Gültəkin Hacıbəyli də o qədər müxalifdir. Yəni diqqət edin, mən Gültəkin xanımın Ramiz Mehdiyevlə işbirliyində günahlandırmıram. Yəni ittiham etmirəm ən azından. Mən çox şey düşünə bilərəm, amma hər şeydə ittiham etmək olmaz təbii ki, insan. Düşüncələr ayrıdır, səsləndirilən ittihamlar ayrıdır. Yəni həmişə eyni olmur bunlar. Gültəkin xanım mənə görə Azərbaycan siyasətində heç də səmimi bir müxalifətçi obrazı deyil, bir müxalifətçi fiquru deyil. Amma onun bəlli bir çevrəsi var, onu müxalif siyasi lider xanım kimi hesab edənlər var və bugün onun dostlarından bəziləri həbsxanadadır. Məsələn, Məmməd İbrahim, Əli Kərimli, onlar Milli Şurada birgə təmsil olunurdular və Cəmil Həsənli artıq 2 dəfə istintaqa çağırılıb, dindirilib, buraxılıb və belə olan təqdirdə Gültəkin xanım niyə ölkəyə gəlməsin? Bu sadəcə mənə maraqlıdır. Yəni gələ bilər, gəlib iştirak edə bilər, gəlib Seymur Həzinin yanında durub bir mesaj verə bilər ki, bəli, əziz cəbhəçilər, siz tək deyilsiniz, mən buradayam. Və yaxud da həbs oluna bilər. Yəni bir insan əgər bir mübarizəyə başlayırsa, onun həbs olunmasını da gözünə almalıdır. Xüsusilə Azərbaycan kimi avtoritar bir ölkələrdə və bugün Azərbaycanda avtoritarizmin artıq ən sərt dönəmidir. Mən xatırlamıram, mən düşünmürəm ki, Azərbaycanın siyasi sistemində bundan daha sərt bir dönəm olub. Yəni siyasi həbs dalğasının, vətəndaş cəmiyyətinin məhv olunmasının, müstəqil media baskılarının bundan daha zirvədə olduğu bir dönəm mən xatırlamıram. Bəlkə də mənim yaşım çatmır, bəlkə ondan öncə olub, amma mənim bildiyim qədərilə bu qədər, bu dərəcədə olmuyor. Və belə olan təqdirdə təkrar edirəm, mən buradan çağırış etmirəm ki, Gültəkin Hacıbəyli mütləq ölkəyə gəlməlidir və onu da tutub həbs eləsinlər. Xeyr, mən sadəcə müqayisə göstərirəm ki, Gültəkin Hacıbəyli obrazı var və Sevinç Vaqif qızı obrazı var. Sevinç Vaqif qızı hər şeyi gözünə aldı, dostlarını tək qoymadı. Amma Gültəkin Hacıbəyli keçmişdə deputat olub. 2008-ci il prezident seçkilərində bunun hətta YouTube-da belə videoları var. Yəni bu hamıya aşkar bir məsələdir. Gültəkin xanımın necə İlham Əliyevin propagandasının aparmasını, həmin o seçki mitinqlərində iqtidarı necə dəstəklədiyini, onlar üçün necə səs diləndiyini xalqdan, yəni mədəni şəkildə təbii ki, səs dilənmək, açıq-aşkar hər yerdə var. Və yaxud da ki, Gültəkin xanımın Ramiz Mehdiyevi necə müdafiə etməsinin açıq-aşkar videoları var. Bu yaxınlarda o yenə də gündəm olmuşdu. Və Gültəkin xanım YAP-ın rəsmən üzvü olmasa da, amma YAP-ın ən böyük propagandaçılarından biri olub. Gültəkin xanım Azərbaycan parlamentinin, yəni Avropa Şurasındakı təmsilçilərindən biri olub, həmin 6 nəfərdən biri olub. Və Gültəkin xanım Azərbaycanda deputat olarkən siyasi məhbusların olmadığı haqqında boy-boy nağıllar danışıb. İctimaiyyətə, xarici ictimaiyyətə, Azərbaycan vətəndaşlarına. Amma deputat olmayandan sonra gəlib oldu qatı müxalifətçi, yəni dırnaq arasında, mənə görə dırnaq arasında qatı müxalifətçi. Yaxşı, indi mən belə bir sual verirəm. Təbii ki, mən başa düşürəm ki, bu videonu izləyənlər arasında Azərbaycan Xalq Cəbhəsinin üzvləri ola bilər, onların səmimi dəstəkçiləri ola bilər, mən onlara da hörmətlə yanaşıram. Mən belə bir paralelləşmə aparmaq istəyirəm. Xahiş edirəm, rəydə fikir bildirməzdən öncə bu paralelləşməyə diqqət edin. Sizcə hal-hazırda həbsxanada Gültəkin Hacıbəyli olsaydı və tərsinə çevirək prosesi, Əli Kərimli müəyyən səbəblərdən xaricdə olsaydı və belə olduğu təqdirdə sizcə Əli bəy ölkəyə qayıdardımı? Məncə qayıdardı. Bəli, mən Əli Kərimlinin atdığı bəzi addımları təbii ki, dəstəkləmirəm, tamamilə əks yanaşıram. Məsələn, bir nömrəlisi, birincisi ilə seçkinin boykot taktikasıdır. Az qala 20 ildən artıqdır partiya rəhbəri olması addımıdır. Mənə görə bunlar müasir siyasətdə artıq rast gəlinməsi pis olan hallardır. Xüsusilə də boykot ümumiyyətlə zərər verir Azərbaycan siyasətinə və hələ də iqtidarı gücləndirən ən böyük amillərdən biri Azərbaycan müxalifətinin illərlə boykot təbliğatı aparması, boykot taktikasını seçməsi idi. Amma bu mənim obyektivlikdən kənar davranmağıma eyni deyil. Yəni mən buna görə onu kənara qoya bilmərəm. Mən düşünürəm ki, həqiqətən səmimi olaraq düşünürəm ki, eyni hadisə olsa, alternativli paralelləşmə aparsaq, Əli Kərimli xaricdə olsaydı, Əli Kərimli özü qayıdardı Azərbaycana.
özü qaydardı və dostlarının yanında olmasını, üzvlərinin yanında olmasını bir göstərərdi insanlara. Cəsarətli bir addım atardı. Amma biz hal-hazırda tamamilə əksini görürük və yaxud da ki, elə sentyabr, oktyabrın əvvəllərində amma Gültəkin xanım tamamilə başqa şeylər danışırdı. Mən Gültəkin Hacıbəyli haqqında çox fokuslanmaq istəmirəm bu mövzunu. Mən burada paralelləşmə aparırdım. Mən üçüncü dəfə artıq təkrar qeyd edirəm. Mən kiməsə çağırış etmirəm və yaxud da kimisə fakt qarşısına qoyma niyyətim yoxdur ki, sən xeyir mütləq qayıtmalısın. Və ki, mən sadəcə öz yanaşmamı, öz fikrimi bildirdim bu məsələdə. Mən ümid edirəm ki, Sevinc Vaqif qızı kimi həqiqətən də cəsarətli, öz duruşu ilə, öz dayanışması ilə nümunəvi addım atan bir Azərbaycan qadını tezliklə və digər Azərbaycanlılar, hansılar ki, onlar da siyasi məhbus həyatı yaşayır və onların sayı 400-ə yaxındır artıq müxtəlif mənbələrə görə və mən onların hər birisinin tezliklə azadlığa qovuşmasını arzulayıram və mən Azərbaycan siyasətinin bu illərlə davam edən bu çirkabdan tezliklə xilas olmasını arzulayıram. Nə qədər çətin olsa da, nə qədər bu proses çox ağırlı proses olacaq. Amma mən inanmaq istəyirəm ki, mən ümid etmək istəyirəm ki, nə vaxtsa biz Azərbaycanda siyasi məhbus ayıbından artıq bir dəfəmlik qurtulacaq və onların da nümunəsinə Sevinc Vaqif qızı kimi jurnalistlər azadlıqla öz fəaliyyətlərinə davam edəcəklər. Hər hansısa bir siyasi pozisiyada, siyasi yöndə olmaqlarından asılı olmayaraq. Və Azərbaycan siyasəti də tezliklə bütün çirkablarından mən xilas olmasını arzulayıram.